Salam Azərbaycan xalqına, Cənab Prezidentimizə, Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğuna mən məcbur oldum. Yəni, bunu sosial şəbəkələrdə paylaşdım. Mənim valideynlərim çox əziyyət çəkir, özümüz də əziyyət çəkirik. Cənab Prezidentin bizə verdiyi pay torpağı 1998-ci ildə verildi, 2 il çayındərdir. 2000-ci ilin dekabrın 26-sından Əliyev Bəxtiyar bizim sənəti aldı, Bakıya gedir peçat dəyməyə, gətirib verəcəm sizə. O sənət, bu sənət. 2017-ci ildə dedim, çağırdım Bəxtiyar Əliyevi, dedim ki, sənətimizi ver ya da torpağımızı ver, biz də istifadə edək. Dedi, sizin sənətiniz Bakıdadır, gələcək. Ha bugün, ha sabah məcbur oldu verdiyi məhkəməyə, Şirvan İnzibati İqtisadi Məhkəməsinə, cənab hakim Orxan İsmailov yerim ölçümü haqqında, yəni bir şey olsun, onu gəlib koordinatlarla yeri ölçüb verdilər bizə. 2017, 2018, 2019-cu ilə qədər biz istifadə yenə edə bilmədik. 2021-ci ildə Ali Məhkəmənin qərarı ilə çıxarışımızı verdilər, gəlib yeri ölçülər yenə aladan, mərkəzləşmə işləri aparmaqla yeri ölçü verdilər bizə. 2022-ci ildə 517 dənə mandalin ağacı əkmişik, şlanqları çəkmişik, basena tikmişik ki, suvarmaq üçün damcı şlanqları. 7488 manatda subsidiya verdilər bizə. Cənab Prezidentimiz köməkli göstərdi, subsidiya verdi. Deməli, 2025-ci ilin yanvarında Amil Əliyev adam gətirir ki, yer mənimdir, mandalin ağacları buradan çıxarıb, burada əkəcəm. Hansısa qurum bir təşkilat, Cəllabat təşkilatı aldadır ki, yer mənimdir, mandalini buradan çıxarıb, bu izə əkəcəm. Ağaclar əkdik. Deməli, 2025-ci ilin yanvarın ayında, yanvarın 15-də Amil Əliyev adam gətirir ki, mandalin ağacları çıxardıb, bu izə əkəcəm, yeri mənə göstərin. Onlar da ölçüm işi aparanda görürlər ki, yer papamın adına çıxdı. Mandalin ağacını oradan çıxardanda bizim ərazi bələdiyyənin sədri Camal Əliyev qoymayıb onu çıxartmağa deyib, çıxartma ağacları. Axşamı gediblər 97 dənə ağacı çıxardıblar. Şlanqları qırıq eləyiblər, təzədən şlanq çəkmişəm. Cəllabatdan adam gətirmişəm, aladən şlanq çəkib. 227 manat pul vermişəm ona. Xahiş edirəm sizdən. Deməli, mən Sevinç, Çağlar, Arxabala qızı. Mənim şikayətim Amil Əliyev Bəxtiyar oğlundandır. Xahiş edirəm. Deməli, xahiş edirəm Daxili İşlər Nazirliyindən, prokurorluğumuzdan. Amilin haqqında bir tədbir işi görülsün. Bu atamanlığı, bu begam, yəni necə deyimi, dilimdə varmış ki, mən ona bir kəlmə deyim ki, buna kim bu səlahiyyəti verir ki, mənim valideynlərimi incidir. Mənim valideynlərim sahəyə girə bilmir. 97 dənə ağac əkib göyərtmək yaxşı birdir, xeyr, yaxşı deyil. Çünki onun əziyyətlə, mənim papamın əlləri qabardır. Valla mən danışa bilmirəm. Mənim papamın əlləri qabardır, bunu bilir, qərblər cəmaatı bütöv bilir. Mənim papam bir toyğa kişidən deyir. Xahiş edirəm, Daxili İşlər Nazirliyindən, prokurorluqdan Amil Əliyev Bəxtiyar oğlunun haqqında bir tədbir görülsün. Tədbir xahiş edirəm sizdən çox-çox. Sabahki günü bir şey olanda deyəcəklər ki, biz baxırdıq, amma baxmırlar, heç kəs baxmır. Valideynim döyüldü, əli şişdi, dedilər qonşuydan olar. Qonşu deməli gəlib, Amil Əliyev mənim papamın əlini şişirdi. Mənim qardaşlarımın hansı biri gedib onun valideyni döyər? Vallahi heç biri döyməz. Mənim qardaşlarım, bacılarım o tərbiyəni almayıb. Onun qızı mənim papama şillə vurdu. Papamın üzünə tüpürdü. Mənim bacılarım heç vaxt onun valideynin üzünə nə tüpürməz, nə şillə vurmaz. Çox sağ olun, minnətdaram. Xahiş edirəm tədbir işi. Bir də buradan Cəllabat ərazi nümayəndəliyinə, layihədə işləyənə təşəkkürümü bildirirəm ki, çox sağ olsunlar. Ali Məhkəmənin qərarı ilə bizim sənəti verdilər, çıxarışımızı verdilər. Onların deməli çıxarışımızı da verdilər. Ekspertiyanın rəyi oldu Ayaz Səlimovun iştirakı ilə, yəni hakimdir, çıxarış verdi, ekspertiyanın rəyi oldu. Çox sağ olsun, minnətdaram Cəllabadda işləyən bütün layihədə, 8 saylı kadastrda işləyənlərə öz təşəkkürümü bildirirəm. Bir də yenə də Daxili İşlər Nazirliyinə, prokurorluğa səslənirəm buradan.
Xahiş edirəm sizdən. Masallı rayonun Qərblər kəndində yaşayan Amil Əliyev Bəxtiyar oğlunun haqqında bir tədbir işi görürsün, taksavatlıq eləyir. Yəni onun haqqında bir tədbir işi görün. Hal-hazırda taksavatlıq eləyir, onunla məşğuldur. Xahiş edirəm sizdən, çox xahiş edirəm. Mən danışa bilmirəm. Əsəbləşdən danışa bilmirəm. Valideynlərim incinir. Valla mənim valideynlərim heç kimi incitməyib. Bunu yəni Qərblər cəmaatı bütün bilir. Öz əllərinin haqqı yeyəndə. Amil Əliyevin haqqında tədbir işi görülsün.